Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə balans dəyəri ilə qalıq dəyərinin fərqindən danışacağıq. Niyə balans dəyəri var, niyə qalıq dəyəri var? Bildiyimiz kimi, maliyyə uçotunda, maliyyə hesabatlarının beynəlxalq standartları ilə uçot apardığımız zaman əsas vəsaitin dəyəri balans dəyəri ilə götürülür. Ancaq vergi məcəlləsinə əsasən uçot apardığımız zaman əsas vəsaitlərin dəyəri qalıq dəyərinə əsasən götürülür. Ümumiyyətlə, balans dəyəri əsas vəsaitin dəyərindən yığılmış amortizasiya və dəyərdən düşmə zərəri, dəyərsizləşmə zərəri çıxılandan sonra qalan dəyər hesab olunur və vergi məcəlləsində isə qalıq dəyəri əsas vəsaitin vergi məcəlləsində, yəni vergi məqsədləri üçün nəzərdə tutulmuş dəyərindən yığılmış amortizasiya çıxılandan sonra qalan dəyəridir. Bildiyimiz kimi, dəyərsizləşmə zərəri vergi məcəlləsində nəzərə alınır. Bu, yalnız maliyyə məqsədləri üçün nəzərdə tutulur. Fərqi isə maliyyə uçotunda aktivin dəyərinin real iqtisadi göstəricisini müəyyən etməkdir. Vergi məcəlləsində isə aktivin qalıq dəyəri yalnız vergi məqsədləri üçün aktivin qalıq dəyərini göstərir. Ona görə vergi məcəlləsinə əsasən əsas vəsaitin dəyəri qalıq dəyəri adlanır, maliyyə uçotunda isə bu balans dəyəri adlanır.